Hər birinizə salam dostlar, necəsiz? Bugünlərdə Kürt altına qoyduğum yumurtalar və bir də buraxma yumurtalarının yoxlama günüdür. Bunlardakı hər gün qırışlar orada heç çıxan şey yoxdur, yenə canavar liderimizdir. Sonra çəkim davam edək. Kürtümüz bu arada buradadır. Baxın. Çoxdan çıxıb biraz gec gedir. Hündüşka birisi də daha tez yatır. Qırmızı qaşlı yenə canavar arxasıyla qaçır. Yoxladıqdan sonra bu çörəyi verərəm. Bunu qoyun bura. Bu arada buraxma yumurtalarından qabın içinə. Buraxma yumurtalarından birini almışam, boş idi. Toyuğun altında yeri o kadar yox idi deyə. Alıb qoydum da ki, suseks, yəni selebristlərimizin yumurtasıdır. İlk yumurtası. Bugün de yumurtayalar yağın ikisi də. Yenə təzədən dava başladı. Göstərim, fikirləşirəm. Baxın orada. Gəl qaçır. Hər gün dalaşırlar amma ki, dediyim kimi orada heç bir şey yoxdur. Yuvamız orada da, onu düşürtəcəm aşağı. Bunun altında 3 tane yumurta var, buraxma yumurtası. Onun altında içi var, yadımda yoxdur. Düşürdüm yuvanı çünkü üstü mənim çox çətinlik yaratacaq. Bunları çıxartdım belə. Canavar hələ də qaçır. Qırmızının dalınca. Qırmızıdakı ağzını açıb istedi deyə. İstedi yəni yorulub da ağzını açıb açır. Bu arada elərimizdən biri tükə girib, bax bu. Bax. Nə yumurtadır elə bir ki. Bura bax. Ördeler de yaman dolaşır. Dişler yani. Yeni bir haberlerim var. Şimdi deyim, sonra yadımdan çıxacaq. Erkek orada belki gedəcək. Kesmə. Yeni başladılar davaya. Görürsünüz yarın ki. Ay Allah, ne? Yine kaçtı. Allah gülməliləri. Gedəcək yerinə inşallah. Baxacağım videosunu açsın, baxacağım. Təmiz qan heyvanlar var. Baxın hansı qanlardırsa, ağ var dedi. Yetişkin dövrünə çatanda deyir. 4-5 kilo olur. Mənkisi çox ağırlıqdır. Bilmirəm harasına yiyir bu yemi. Kökəlmir bu heyvan. Hem az yiyir, yesə belə kökəlmir. Başım çıxmır bu harasında yiyirsə bu yemi. Neysə, çəksin də deyim, bəlkə 1 yaş olub, bəlkə də daha çox. 3-200. Bu nə deməkdir? Yerli ördək belə bundan iridir də, bundan ağırdır. Bu insanlar belə ördəyin yerə ki, bu nə çəkidir? Kül baş var sənin. Neysə, gedək. Yoxlanışam. Ne oldu, yine ne gördünüz? Bu arada hündüşka balaları falanı. Sonra 2 tane toyuq balası var idi. Onları da bıraktım, sürüye gezdiler. 3-4 gündür. Videolar biraz aksiyir. Ne yalan diyeyim. Çatdıramıyorum. Hem de ki tezden başladılar davaya, kırmızının canavar. Son 2 gündür xəstəydim. Bu arada Ramazan bayramınız mübarək olsun. Oruç tutanların Allah orucunu kabul eləsin. Namaz kılanlarla birlikdə. Kimin nə arzusu, niyəti varsa inşallah tez bir zamanda həyata keçər deyək inşallah. Bunu yıxmadan, dağıtmadan, sökmədən, sındırmadan aşağı almalıyam. Kolum kırıldı. Ay Allah. Oy. Işığı söndürüm. Hündüşkanız var, gəlib yatdı. Onu da yumurtalarını yoxlayacağım. Ne oldu yine size? Bu nerede dolaşırlar? Şiş görmedi. Şiş. Neyse, devam edelim. Işığı söndürelim. Fenerle de bir çet ne olur ama neyse. Aşağı bu yumurtayla. Ay düşmüştü.
Baxın doludur. Doluları hara qoyaq? Doluları ayırtaq qoyaq bura. Ördək yumurtası. Bu sınıf bu arada içinde bala ölmüştür, bilmirəm. Baxaq görüm. Ama almayayım, qoy qalsın. Hər ihtimal nə olar, nə olmaz. Bunun içinde de var. Bırakma yumurtalar hansılar da əsas olar məni maraqlandırır. Bilməm elə içində varsa bırakma yumurtası burada. İçində var. Yoxdur. Hindişkanın altına falan koyuram diye karışır. Yoxsa yoxlamışam. Hə, yoxlamışam. Biri doludur. Biri doludsa bırakmaların. 3 hindişkanın altındadırsa 4. Birini almışam 5. Bir de sınıf. Hə. Biri doludur. İndi hindişkanın altına baxacaq. Oradan içəsi doludursa. Bak ne açılır. Külək de var havada. Böyle bir her şey indiye kaldı. Yere koyaq. Devam eləyək. Bu da doludur. Təbii videodan sonra telefonun ışığı ilə baxacağım, flashla. Daha dəqiq. Bundan səhv çıxma ihtimali var. Kiçik fəner var idi, o da ki sındırıblar. Alma ki sındırmayayım. Ben de yumurtaları çok lazımlı bir şeydi de. İlk boşumuz çıktı. Boş artık koyaq qırağa. Bu da doludur. İndi ekranda çok ağ görünür. Daha doğrusu çok açık renkte görünür. Bu da doldu. Bu biraz açık olabilir çünkü bunu sonradan yumurtayıb toyuq özü. Bu da doldu. Buna daha dəqiq baxacağım birazdan. Nəsə xarab kimidir. Hə, bu da boşdur. Bu doldu. Qoyaq bunun içine. Son bir dənə qalıb. O da nə çıxır? Bu da doludur. Deməli, neçə dənə boşumuz çıxdı? 2 dənə. Gözlərimdə görmür, bu ışıq gözümə vurur. Hə, 2 dənə. Neçə dənə yumurta qaldı altında bəs? Onu indi görəcəyik. Üç, 6, 9, 10 dənə. Bunu da qoyaq. 11. Ama ölüb böyük ehtimalle inşallah ki de ölmemiştir. Geçen hinduşkaya. Bu arada toyuğu belki %80, 90 ikinci dəfə tezdən bastıracağım. Biraz zayıf çıktı. Hem onun altına heyrata dönməsi yumurtalarını koyacağım. Hem de ki ayırttığımız selebris toyuğumuzun. Bir de ki bu yumurtanı görürse o da ki şeydi. Türkan'ın da. Yani karşılık yumurtaları koyacağım. Bu arada onun altında da 2 tane Türkan olmalı diye 2 tane. 2 tane səfir eləmirəmsə 2 tane Türkan olmalıdır. Bir tane de limonun balasının yumurtası. Ot koydu bu limon bize. İtler daha doğrusu. Kızımız bir yumurtaları alaq senin altından bir yoxlayaq. Bu doludur. Dolunu koyaq qırağa. Doldurdu. Bu da doludur. Bir tane de olmalı altında has səhvdədirsə. Budur. Bu. Hayır, birinci yaxalım. Boşdan da. Daha çox qaranlıq. Bu değil. Buydu. Bu değilse bu. Çok qaranlıq. Ya burada 3'ü dolu ya da ki ikisi. İnşallah 3'ü doludur. Neyse koyaq altına. Çeksim de altına üstüne bağlayaq. Toyuğu da
Martın 3-nə 4-ünü çıxartmalıdır. Daha vaxtım bilmirəm. Çünki çıxartdıqdan sonra tezdən kürt koyacağım. Bunlar hələ də dolaşdılar. Vay. Canavar da ki əl çəkmir. Yazıq idi. Bunlar özü də istəyir. Özü də dolaşır. Neyse çox çəkməyim, video boşa gedər. Sizlər YouTube videonu. Kürtümüz oradadır. Balıq aldı heyvanı. Vay vay vay, bunun ağzı bütün qırmızıdır ki. Vişne oldu ki bunun ağzı. Keçər ayımız. Ay bala bəsdirin də. Kışt 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 kışt. Kışt kışt kışt. Bu torqdakı canı çıxır içəri girmiş. Kışt kışt kışt. İçəri gir deyəndə buna döymə yaparam. Kışt. 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 Yox, dirəşəcək bu məndən. Bunu mən salım, devam edək. Gətirdik bu arada. Gətirdim, dadımız gətirdi. Neydi? Bu. Söz girəcək. Yumurtaları qoyaq qırağı, ayaq altında qapsınmasın. Gelirsə serbest sürümümüzü göstərmişdim. Bilmirəm, yadımda deyil. Göstərim. Sürümümüz özdə şübhəli. Xoruzumuz bir fərəmiz orada, bir anı. Bir yağın yuvanın içindədir. Boş otururlar mı bilmirəm. Yumurtamağıma otururlar bu necə. Baxın necə göstərim. Yumurta var mı? Görünmüş. Neyse sonra baxarım. İkisi də məncə başlayıb yumurtaya fikirləşəm. Amma ki bir dənə yumurta almışam 2-3 gün əvvəl işlədi yox. 2-3 gün əvvəl almışam. O bayaq göstərim yumurtanı. Gel artıq. Küçük, küçük. Kışt. Sözü girəcək o. Bizə çıxaq bayra. Vay, bunlara baxın səni. Aa, bu toyuğa baxsan. Kışt. Cüp 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 cüp. Yetimçi ataks var ya. Bu qanadlarını çıxartacağım ama ki əlim gedmir heyvan qanadlarını çıxartmağa. Kışt. 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 Tullandı. Bunlar deyəsən ciddi liderlik savaşına giriblər. Sen qanadların var uçmağa. Bayquş. Ara çevirim bunlar orada diye. Neyse çox çəkməyim. Biraz ağır eləmiş çəkək. O selebrisi ilə ayırtmağım çox yaxşı oldu. Bunlar da kələm məni gözləyir. Hara geçsəm orada bitirlər. Yaxşı oldu çünki niyə? Xoruzlara qıyamırdım. Bəlkə yayda elə bütün heyvanlarım gedəcək. Amma ki hündüşkalar bir dal ördəklər əlim gedən deyil. Bəlkə onları saxladım. Əgər yerim olsa saxlayaram bəlkə. İnşallah yeni projelerim və fikirlərim var. İnşallah onları eləyəcəm. İnşallah deyək. Amma deməyəcəm. Olsa görəcəksiniz. Olmasa da görən deyilsiniz. İnşallah ki olar. Demək istəmirəm çünki dediyim zaman işim gətirmir, olmur. Niyəsini bilmirəm. Qırmızı özü səsim cırlaşdım. Qırmızı özü istəyir, qaçıb cumhur özü. Onun üçün heç eləmirəm. İkisi də liderlik savaşına giriblər. Qırmızı iridir. Qırmızı uçsa canavarı çaşıram. Qırmızı biraz daha düzsəli görünür. Amma canavar daha aktivdir, daha sürətlidir deyək. İsmalar gəlirlər yenə. Şimdi ördəyinin dolaşır canavar. Tezdən qırmızı getdi onu işte. Ay neysə, boş verin. Türkiye'nin yumurtası maşallah iri diye. Onu da qoyaq bura. Fərqi göstərim sizə. Açarıyı da verəcəkdim bunlara. Neysə, Davud'dan sonra verərəm. Davud'dan ayırtmaq istəmirəm.
Baxın yumurtanın böyüklüyünə baxın. Bu da selebris yumurtamızdır. Baxın böyüklüyünə. Baxın bu daha böyükdür hamısından. Maşallah salaram. Tirkən toyumuz qəşəng ek yumurtuyur. Bu keçən illər ağ yumurtuyurdu. Bu illər nəsə biraz krem rəngində yumurtlamağa başlayıb. Yumurtaları bəlkə burada yığacağım. Havalar şaxta deyil ki, şaxta olsa yenə apararam evə. Burada da aparan bir şey yoxdur, qalıb burada. Neçə gündür orada. O boş dediyim yumurta var idi, onu koymuşam orada qalıb. Hiçbir şey de olmayıb. Bugün de selebris yumurtasını koydum. Hələ gözlərim orada qalıb. Hinduşka da girişdi söhbətə. Yox, ayrıldı. Neyse, videomuzun sonuna gələk dostlar. Bulan hal gününə baxı. Küçə tulalar kimi olub, bunlara baxsan. Videomuzun sonuna gələk dostlar. Ne oldu canım? Özünüzə yaxşı baxın. Gələn videolarda görüşmək ümidlə görüşərik inşallah. Özünüzə yaxşı baxın. Allah'a əmanət olun. Hələlik.